Salam hörmətli izləyicilər. Bu gün sizə cəmiyyətdə tez-tez rast gəlinən, insanları narahat edən göbək yırtığı, tibbi dildə umbilical hernia deyilən xəstəlik barəsində danışacağam. Göbək yırtığı qarın divarı əzələlərinin zəifləməsi nəticəsində yaranan göbək nahiyəsinə bir qabarıqlıqdır, bir boşluqdur. Bu boşluğa daxili orqanlar, xüsusilə bağırsaq və ya piy toxuması daxil ola bilər ki, insanlarda müəyyən narahatçılığa səbəb ola bilər. Əlamətlər arasında xəstə ağır fiziki bir yük qaldıranda və ya yerindən qalxanda göbək nahiyəsində yaranmış olan qabarıqlıqdır, şişkinlikdir. Bu şişkinlik müəyyən mərhələlərdə qızarıqlığa da çevrilə bilər, fəsadlaşa da bilər. Səbəbləri nələrdir? Səbəbləri arasında çoxsaylı hamiləlik, ağır fiziki işlə məşğul olmaq, idmanla düzgün məşğul olmamaq, həddən artıq piylənmək, eyni vaxtda siqaret istifadəsi və qarında icra olunan cərrahi əməliyyatlara aid ola bilər. Müalicəsi yalnız və yalnız cərrahi üsullandır. Təbii ki, ilkin mərhələdə çox kiçik olan hallarda pasientləri o qədər də narahat etmir. Lakin bu yırtıq böyüməyə davam etdikcə xəstələri narahat edir. Bu zaman həmin bu yırtıq hissəsi götürülür, qarın divarı tikilir və yama ilə, meşlə dediyimiz möhkəmləndirilir. Əməliyyatdan sonra xəstə 1-2 gün sonra evə yazılır, 2-3 həftə sonra isə tam olaraq iş qabiliyyətini, normal həyata qayıdır, iş qabiliyyətini bərpa edir. Nəyə görə gecikdirməmək lazımdır? Əgər bu yırtıq daha da böyüməyə davam edərsə, bura bağırsaq və ya digər orqanlar daxil olduqda fəsadlaşma ilə nəticələnə bilər. Erkən mərhələdə cərrahi əməliyyat, cərrahi müdaxilə də xəstənin vəziyyəti üçün daha yaxşı nəticələr yaradır. Bu qədər. Sağlamlığınızın qeydinə qalın.